Salam dostlar. Mən bilirəm, belə videolar çox çəkilib. Deyirəm, yəni nə qədər bəlkə də çox çəksək, bəlkə bizi eşidirlər, bəlkə insanları eşidirlər, biraz insafa gələrlər. Yəni hər il mən bildiyimə görə büdcədən yəni nə qədər yollara pul ayrılır. Bu yollar düzəlir, amma bu trotuara yox. Bu trotuar deyilən bir şey yox. Deməli bu yol Razindən Neftçilərə və Neftçilərdən Razindən düşən yoldur da. Yəni ön tərəfdə yolda bəli bir balaca trotuar buraxılır. Bu tərəfdə yolun o tərəfində bu yol yoxdur. Yəni nə tər gəlmişəm onu bilir. Elə bir ucqar kənddə, mən elə bir şəhərdə yox. Ucqar kənddə yolun qırağı ilə dağın təpəsi ilə yavaş itərək qalmışam. Ən maraqlısı odur ki, qabaqda yəni nə bilim restoranlar var. Ən azından restoransan bir. Yəni bu qədər sizin imkanınız yoxdur. Çoxsa restoran üçün bir yer armısınız. Bir balaca trotuar üçün bir insan və ya da iki insan yerisin. Hardan yeriyə? Yolun ortasından nəsə keçdim qabağa yenə yolla yeridim. Yəni gördüyünüz kimi yenə də bu trotuar yoxdur. Qabaqda da aspetrol. Aspetrol da yazılır. Heç imkanı yoxdur. Burada da trotuar ayrılmayıb. Nə bilim. Mən inanıram ki, nə vaxtsa biz düzələcəyik. Sağ olun. Heç də.